Manna dövləti haqqında məlumat. Qədim Azərbaycan dövlətçiliyinin ilk səhifəsi. Bu təqdimatda əramızdan əvvəl 9-cu və 6-cı əsrlərdə Urmiya gölü sahillərində mövcud olmuş Manna dövlətinin tarixi, coğrafiyası, siyasi hadisələr və mədəniyyəti araşdırılır. Manna ilk məşhurlaşdırılmış dövlət. Yaranma və məkan. Manna dövləti eramızdan əvvəl 9-cu və 6-cı əsrlərdə Cənubi Azərbaycanın şimal-qərbində Urmiya gölü hövzəsində yerləşirdi. Bu coğrafiya ona strateji və iqtisadi üstünlüklər verirdi. Paytaxt və dil. Dövlət paytaxtı qədim İzirti şəhəri idi. Manna dili rəsmi dil kimi istifadə edilirdi. Lakin bu dil haqqında məlumatlar əldə məhduddur. Qədim Yunan sistemi. Manna politeist sistemə sahib olan qədim bir dövlət idi. Çox saylı tanrılara ibadət edilməsi bu ərazidəki tayfa ittifaqlarının mədəni müxtəlifliyini əks etdirirdi. Manna dövlətinin coğrafiyası və ətrafı, geniş ərazi və strateji mövqe. Manna dövlətinin ərazisi indiki Azərbaycan, Türkiyə, Ermənistan, İraq və İran sərhədlərinə yaxın idi ki, bu da onu regional güc mərkəzinə çevirirdi. Zamua, Gilzan və Paşa kimi böyük siyasi ittifaqlar Manna dövlətinin formalaşmasında mühüm rol oynamışdır. Urmiya gölü hövzəsindəki zəngin təbii resurslar və münbit torpaqlar sayəsində kənd təsərrüfatı yüksək səviyyədə inkişaf etmişdir. Manna qonşu Suriya və Urartu kimi güclü dövlətlərin təsir dairəsində yerləşməsinə baxmayaraq, öz müstəqilliyini uzun müddət qoruyub saxlaya bilmişdir. Manna dövlətinin tarixi konteksti, mübarizə və varislik, qədim tayfaların varisi. Manna eramızdan əvvəl 3-cü və 2-ci minilliklərdə mövcud olmuş Qudili, Lubi və Turukki tayfaları və dövlət birliklərinin davamçısı idi. Bu da dövlətçilik ənənələrinin dərin şöhrətə malik olduğunu göstərir. Assuriya təhdidi. Dövlətin mövcudluğu ən böyük xarici təhdid Assuriya imperiyası idi. Xüsusilə 2-ci Salman Asarın yürüşləri Manna üçün ciddi sınıqlara səbəb olmuşdur. Müstəqilliyin sonu. Assuriya və Urartunun zəifləməsi dövründə Manna daha bir güclü qonşu Midiyalılara qarşılaşdı. Nəticədə eramızdan əvvəl 615-613-cü illərdə Manna Midiyaya birləşdirilərək dövlət kimi mövcudluğuna son qoydu. Manna iki nəhəng imperiya Assuriya və Urartu arasında mane edərək regionda siyasi balansı qorumağa çalışdı. İndi hökmdarlar və əsas siyasi hadisələr. Manna dövlətinin tarixi bir sıra mühüm hökmdarlar və ərazi bütövlüyü uğrunda mübarizələrlə zəngindir. Utaski ilk qeyd edilən hökmdar. Utaski Manna hökmdarlarının adı Assuriya mənbələrində eramızdan əvvəl 843-cü ildə qeyd olunan üç şəxsdir. Onun adı Manna dövlətinin siyasi arenada tanınmağa başladığı dövrü əks etdirir. 3-cü Salman Asarın yürüşləri. Assuriya hökmdarı 3-cü Salman Asarın hərbi səfərləri Manna sərhədlərinə qədər uzansa da, Mannanı tamamilə istila etmək mümkün olmamışdır. Manna bu təzyiqlərə müqavimət göstərmişdir. Ulusunun dövrü. Hökmdar Ulusunun dövrü Manna dövlətinin ərazi bütövlüyünü gücləndirdiyi dövrlərdən biridir. Onun hakimiyyəti zamanı Misya əyalətinin Manna tərkibindəki birləşməsinin dövlət genişlənməsini təmin etmişdir.